Artıq ikinci ildir təşkil olunan Bakı 2012 tenis turniri davam edir. İyulun 21-də start verilən və mükafat fondu 220 min Amerika Birləşmiş Ştatları dolları olan yarışa iyulun 28-də yekun vurulacaq. İkinci ildir turnirin sponsoru olan Ariflame şirkəti bu əməkdaşlıqdan məmnundur. Əməkdaşlıq çərçivəsində bu turnirdə turnirin rəsmi kosmetikasıdır Ariflame. İmkanımız olduğu qədər, yəni biz turnirə diqqəti daha da artırmaq üçün əlimizdən gələn səyi göstəririk. Mətbuat konfransında şirkət nümayəndəsi bildirdi ki, turnirdə reytinqi yüksək olan tenisçilərin yer almasını istəyirlər. Amma London Olimpiyadası ilə əlaqədar bu istəyi tam reallaşdırmaq mümkün deyil. Gələn il isə turnirdə ən yaxşı tenisçiləri görə biləcəksiniz. Şirkət rəhbərliyi ümid edir ki, bu əməkdaşlıq davamlı olacaq. Ariflame'də cəmləşən xanımlar öz məqsədinə doğru inamla addımlayır. Tenisdə güclü xanımların məşğul olduğu idman növüdür. Bu baxımdan Ariflame'in tenis yarışlarına sponsorluq etməsi təəccüb doğurmur. 1967-ci ildə Robert və Yonas qardaşlarının yaratdığı Ariflame şirkəti İsveçindir və bu il şirkətin 45 illik yubileyi qeyd olunur. Şirkət 14 ildir Azərbaycanda fəaliyyət göstərir.